Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Bakıda intihar hadisəsi baş verib. Hadisə Yasman rayonunda qeydə alınıb. Orada yaşayan 23 yaşlı adı Əlizadə yaşadığı evdə çoxlu sayda dərman həbləri qəbul edib. Nəticədə qız ölüb. Faktla bağlı araşdırma aparılır. Neftçalada bir ailənin 4 üzvü dəm qazından zəhərlənib. Hadisə rayonun Xol Qaraqaşlı kəndində baş verib. Kənd sakinləri 94-cü il təvəllüdlü Məmmədova Rəqsanə Əbülfət qızı və 3 azyaşlı övladı vanna otağında olarkən zəhərləniblər. Onlar dəm qazından zəhərlənmə diaqnozu ilə Neftçala rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Xəstəxanadan onların həyatları üçün təhlükə olmadığı bildirilir.